Azərbaycan prezidenti İlham Əliyev Ərəb dünyasının Nobel sülh mükafatı sayılan Şeyx Zayed mükafatına layiq görülüb. Bölgədə sülhün yaranmasına, sabitliyin, əmin-amanlığın formalaşmasına göstərdiyi xidmətlərə görə. Bu çox nüfuzlu bir mükafatdır və bu mükafatın Azərbaycan prezidentinə verilməsi həm də bütövlükdə Azərbaycan dövlətinin xidmətlərinin tanınması kimi qiymətləndirilməlidir. Düzdür, Ermənistanın baş naziri Nikol Paşinyan da bu mükafata layiq görülüb. Ancaq ədalətli yanaşsaq, sülh müqaviləsinin hazırlanması və bu hazırlanma prosesində görülən işlər daha çox Azərbaycan dövlətinin, Azərbaycan prezidentinin xidmətidir. Məlumdur ki, 2020-ci ilin noyabrında təslim aktı imzalandı. Və ondan sonra demək olar ki, bir il ərzində sülh barədə heç kim danışmadı. Azərbaycan dəfələrlə bəyanatlar verdi. Sülh sazişinin imzalanmasının zəruri olduğunu dedi. Ancaq 2021-ci ilin yanvarında Moskvada keçirilən görüşdə kommunikasiyaların açılması müzakirə olundu. İlin sonunda yenə də Rusiyada, Soçidə görüş keçirildi və delimitasiya məsələləri müzakirə olundu. Həmin görüşdə Azərbaycan prezidenti bir daha sülh sazişinin imzalanmasının, hazırlanmasının zəruriliyini gündəliyə gətirdi və Ermənistan baş nazirinə müraciətlə normal qonşu kimi yaşamağı, öyrənməyi məsləhət gördü. 2022-ci ilin martında artıq Azərbaycan 5 baza prinsipini təqdim elədi və bu baza prinsip əsasında sülh sazişinin hazırlanmasını təklif elədi. Ermənistan cavabı bir qədər ləngitdi və uzun götür-qoydan sonra 6 bəndlik öz dırnaq arası baza prinsiplərini göndərdi. Və onun birincisi, məktubunuz bizə gec çatmışdır iddiası idi. Bunun sülh sazişinə nə əlaqəsi, nə dəxli vardı, hələ də aydınlaşdırmaq mümkün olmuyor. Eyni zamanda həmin o 6 bənddə Minsk qrupunun bu prosesə cəlb olunması və bu işin Minsk qrupuna həvalə olunması, Qarabağın statusunun sülh sazişinə salınması kimi bəndlər də vardı ki, bu da təbiidir ki, Azərbaycan tərəfindən qəbul oluna bilməzdi. Bundan sonraki dövrdə prosesə Avropa Birliyi qoşuldu. Avropa Birliyi ilk addımlar atdı sülh sazişinin hazırlanması istiqamətində. Vaşinqton daxil oldu bu prosesə. Vaşinqton variantı deyilən sənəd ortaya çıxdı. Sonradan xarici dövlətlərin təzyiqi ilə Praqada oktyabrın 6-sında Ermənistan Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini müdafiə etdiyini, tanıdığını bildirən bəyanata qol çəkdi. Bu çox böyük uğur idi. Bundan sonra Valdayda Putin bu layihənin əleyhinə erməni cəmiyyətini qaldırmağa cəhd göstərdi. Soçidə bir neçə gündən sonra keçirilən görüşdə Rusiya öz layihəsini ortaya qoydu və həmin layihənin 15-ci bəndində Qarabağın statusunun gələcəkdə müəyyən olunması barədə müddəa var idi. Paşinyan böyük sevinclə bu layihəni dəstəklədi, ancaq Azərbaycan prezidenti onun müzakirə olunmayacağını dedi. Qarabağ məsələsi həll olunub və biz onun müzakirə olunmasını mümkünsüz sayırıq, dedi və böyük əksəriyyətin gözləmədiyi halda Rusiya dərhal bu layihədən imtina elədi və bir daha müzakirələr stolunun üstünə həmin layihə qoyulmadı. Ancaq Ermənistanla
uzun müddət ziddiyyətlər davam elədi. Yeni təkliflər verdilər. Layihənin qəbul olunmaz hala salmağa cəhdlər göstərdilər və bütün bu cəhdlərdən sonra nəhayət 2025-ci ilin martında elan olundu ki, artıq Ermənistan son 2 təklifi də qəbul eləyib və sülh sazişinin layihəsi artıq hazırdır. Qarşısına nəyin bahasına olursa olsun Nobel sülh mükafatını almaq vəzifəsi qoyan Prezident Trump hazır müqavilənin imzalanması üçün enerjili addımlar atmaq qərarına gəldi və avqust ayında Azərbaycan prezidenti və Ermənistanın baş naziri Vaşinqtonda memorandum imzaladılar. Eyni zamanda Xarici İşlər Nazirləri hazırlanmış sülh sazişini parafladılar və layihəyə bundan sonra heç bir dəyişikliyin olmayacağını öz imzaları ilə təsdiqlədilər. Qarşıda Ermənistanda parlament seçkiləri var. Bu seçkilərdən sonra Ermənistanın yeni konstitusiyası barədə referendum keçiriləcək. Və təbiidir ki, yeni layihədə Azərbaycana qarşı ərazi iddiaları yer almayacaq. Yəqin ki, bu da ilin sonunda baş verəcək. Və bundan sonra sülh sazişinin imzalanması üçün heç bir maneə qalmamış olacaq. Ancaq bu hadisələrin baş verməsi üçün mütləq parlament seçkilərində Nikol Paşinyanın rəhbərlik etdiyi partiya qalib gəlməlidir. Rusiya bütün qüvvələrini səfərbər eləyib, Ermənistandakı bütün tərəfdarlarını bir blok halında toplayıb, Erməni kilsəsi də, sahibkarlar da, Kaçaryanın rəhbərlik etdiyi partiyada, Daşnak Sütun da artıq bir blok şəklində seçkilərdə iştirak edəcəklərini bəyan ediblər. Tamamilə mümkündür ki, hələ bir neçə partiyada bu bloka qoşulacaq. Və təbiidir ki, bu Paşinyanın vəziyyətini kifayət qədər ağırlaşdıracaq. Bu səbəbdən Qərbin fəallığına ehtiyac var. Bu günlərdə Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Ermənistana və Azərbaycana səfərə gələcək və yəqin ki, bu məsələlər də orada müzakirə olunacaq. Paşinyanın qələbəsi bölgədə başlayan və Azərbaycanın rəhbərliyinin hesabına bu səviyyəyə gələn münasibətlərin inkişafını, davam etməsini təmin edə bilər. Əgər Rusiya yönümlü qüvvələr parlament seçkilərində qalib gəlsələr, çox ciddi problemlər yaranacaq. Azərbaycan 2022-ci ilin martından 2025-ci ilin martına qədər ardıcıl olaraq sülh sazişinin hazırlanması və paraflanması istiqamətində çox yüksək səviyyəli işlər gördü, fəaliyyət göstərdi, qətiyyət nümayiş etdirdi və artıq son addımı atmaq qalıb. Və tamamilə mümkündür ki, bu son addım 2026-cı ilin sonlarında atılacaq. Və bu böyük işin görülməsində Azərbaycanın və onun prezidentinin böyük xidmətləri var. Bu səbəbdən dövlət başçımızın Ərəb dünyasının Nobel adlanan Şeyx Zayed mükafatını alması, bu mükafata layiq görülməsi tamamilə ədalətli qərardır. Azərbaycanın nüfuzunun və gücünün nə qədər artdığını nümayiş etdirən bir addımdır və bu mükafat bölgədə sülhün təmin olunması üçün böyük
fəaliyyət göstərən, ciddi addımlar atan Azərbaycan dövlətinin və onun prezidentinin haqqıdır.